Qüvvədə olan qanunvericiliyə əsasən məhkum ona məhkəmə qaydasında təyin edilən cəriməni müəyyən olunan müddətdə ödəmədikdə, icra ilk növbədə onun xüsusi və ya ümumi mülkiyyətində olan əmlakına yönləndirilirdi. Yalnız həmin əmlak olmadıqda və ya cəriməni tam ödəməyə kifayət etmədikdə tutulmalar əmək haqqına və ya digər qazanca tətbiq olunurdu. Praktikada isə bu mexanizm ciddi problemlər yaradırdı. Nisbətən kiçik məbləğli cərimələrə görə yüksək dəyərli əmlaka həbs qoyulması, uzun müddətli hərrac prosesləri və əlavə xərclər həm icra prosesini ləngidir, həm də narazılıqlara səbəb olurdu. Əlbəttə, bu mexanizm özlüyündə kifayət qədər təkmil olmayan mexanizmdir. Çünki ilk növbədə müvafiq olaraq cərimənin icrasının əmlaka yönəlməsi icra prosesini xeyli ləngidir. Çünki həmin əmlakın satılması, hərracı və s. bunlar kifayət qədər ciddi vaxt alır. Eyni zamanda cərimənin məbləği və əmlakın dəyəri arasında bir sıra hallarda uçurum səviyyəsində qeyri-mütənasiblik olur ki, bu da çox ciddi ədalətsizliklər meydana çıxarır. Məhz bu problemlərin aradan qaldırılması məqsədi ilə dəyişiklik layihəsi parlamentə təqdim edilib. Layihə artıq Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsində birinci oxunuşdan keçərək plenar iclasa tövsiyə olunub. Layihəyə əsasən cərimənin icrasında ardıcıllıq dəyişdirilir. Yeni mexanizm icra prosesinin daha çevik və ədalətli olmasını hədəfləyir. Mahiyyət isə ondan ibarətdir ki, artıq məhkuma təyin olunmuş cərimə cəzası ilk növbədə onun əmək haqqı və eyni zamanda digər qazancına yönələcək. Belə bir alətlər olmadıqda isə daha sonra əmlaka yönəlmə baş tuta bilər. Burada bir məqamı da mən xüsusi qeyd etmək istəyirəm. Burada müzakirə mövzusu yalnız və yalnız cəza olaraq təyin olunan cərimələrdən gedir. Yəni inzibati xətalara görə müəyyən olunmuş müvafiq cərimə alətindən söhbət getmir. Təklif olunan dəyişikliklər qəbul ediləcəyi təqdirdə satış halları minimuma endiriləcək. İcra prosesləri isə daha operativ aparılacaq. İslam Əşrəfov, Yusif Kərimli, Xəzər xəbər.